Parte 100. Vírus de hoje vai ser esse aplicativo aqui. Vamos abrir. Salam, bu dəfə saçka çörək necə hazırlanır, onu yenə göstərirəm sizə. Bu dəfə əlavələrimiz də var, pomidor və xiyar da əlavə eləmişik. Və ilk öncə çörəyi kəsirik. Çörəyi yenə həmişə kimi 4 yerə kəsirik. Bir dəqiqə, bu çörəyi belə kəsirik 4 yerə. Yenə bizə bunun 4də 1-i lazımdır. Qalanı lazım deyil. 4də 1-ini götürürük. 4də 1-ini götürürük və yenə həmişəki qaydada belə kəsirik. Aha, bu belə hazır oldu. İndi birinci nəyə əlavə edək? Birinci bir sasikanı yenə əvvəlki qaydada. Yenə bunu belə açırıq. Bu dəfə deyəsən uğurlu oldu, yoxsa? Bu dəfə uğurlu oldu. Bu dəfə uğurlu oldu, belə açıldı. İndi yenə bunu 3 yerə bölürük. Aha, bir yerə bölə bildik. Bir dənə də yenə bölürük. Bu dəfə gördüyünüz kimi əlavələr var. Bu dəfə xiyar və pomidor da əlavə eləmişik. Bu sasikanı böldük belə 3 yerə. İndi bunu əlavə edirik çörəyin arasına. Belə. Ondan sonra indi də bunu yenə belə əlavə elədik. Və gördüyünüz kimi artıq qaldı. Artıq qalanda həmişəki qayda ilə buradan kəsib bura əlavə edirik. Bu belə hazır. İndi bunlardan da kəsirik xırda-xırda. Nə qədər nazik etsəniz, o qədər gözəldir. Məncə bu qədər kifayət edər. Bu qədər. Sonra pomidoru da yenə həmişəki qaydada bilsə gözəl olar. Çox dilim kəsməyəcəm. Məncə az da olsa kifayət edər. Bu qədər, haradasa bəs edər. Bu qədər bəs edər. Bunları da gördüyünüz qaydada bura əlavə edirik. Siz əlbəttə istəsəniz zövqünüzə görə istədiyiniz cür edə bilərsiniz. Mən indi belə edə bilirəm. Məncə bu qədər kifayət edər. Bu da oldu sizə sasiska çörək oldu, bu dağılmasın. Burada qara rəngli qazlı su da var. Bu qara rəngli qazlı sudan da bura tökülür ki, çünki su olmasa biraz bu yemək çətin olur. Və yenə həmişəki kimi bunu su içib başlayaq yeməyə. Bəli, bu dəfə gördüyünüz kimi içi tam dolu sasiska çörəkdir. Dadına baxaq. Bu dəfə daha dadlıdır. İzlədiyiniz üçün təşəkkürlər.